Öncəliklə hər kəsə salamlayıram. Qardaş, gördüyün kimi 4 baş yerin üstü heyvanımız satışdadır. 4'ü də aprelin axırına qədər doğası mallardır. Birinci, ikinci, üçüncü qarına doğan heyvanlardır. Bax, bu gördüyünüz qarala İvanovka cinsindən olan birinci qarına doğacaq. Bu biraz tez doğacaq, yəni aprelin ortalarına doğmalıdır. Bax, belə bir yelin vurub, bax, görsəz, hal-hazırda yerin üstədir. Birinci qarnadır. Bu dügənin qiymətin 3100 manata deyirəm. Bu dügənin anası 20 litr süt verən heyvandır. Təmiz İvanovka cinsidir. Hal-hazırda yerin üstədir. Bir 15 gün qalıb doğmağına. Göz qabağındadır. Bu da ikinci qarna dügədir. Bu da aprelin 20'si 9 ay tamamlayır. Keçənki balada 12-13 litr təmiz süt verir. Birinci balada 12-13 litr süt verir heyvan. Yəni bu heyvanın da qiymətin 3000 manata deyirəm. Heyvan sakit heyvandır, fağırdır, cins heyvandır, maşallah olsun. Bax, belə bir yelim vurub hal-hazırda. Dügə maldır, ikinci qarına doğacaq. Dügə özü çox gözəl dügədir. Hal-hazırda bu da belə bir dügədir satışda. Sonra bir belə birinci qarına. Bu da aprelin axırı. Gördüyünüz heyvanlar, yəni hamısı aprelin axırı doğası heyvanlardır. Bax, bu heyvan 3-cü baladır. 3'ə doğacaq. Kim də almaq istəsə gəlsin, baxsın, yoxlasın. Yəni razılaşma yolu var. Maşallah olsun, heyvanlar 4'ü də damazlığa yararlı heyvanlardır. Bax, bu gördüyünüz qırmızı fason ləyində qiymətin 2650 manata deyirəm. Razılaşma yolu var. Bu da qara dügə birinci qarnadır. İlkinə doğacaq. Bu 3 heyvanımız birinci, ikinci qarnadır. Bu isə 3 bala doğacaq. Yəni kim də istəsə gəlib buyurub baxıb yoxlayıb ala bilər. Yəni heyvanların ağzını açıb dişlərini yoxlayıb ala bilər. Sakitliyinə, fağırlığına baxıb ala bilərlər. Heyvanlar hamısı maşallah olsun damazlığa tam yararlı heyvanlardır. Buyurun baxın.